Bu gün Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci zirvə görüşü keçirilib. Görüşdə başda İlham Əliyev olmaqla Türk dünyasının liderləri də iştirak edib. Tədbirdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev zirvə görüşünün əhəmiyyətinə diqqət çəkib. Dövlət başçısı bildirib ki, bugün Türk Dövlətləri Təşkilatı ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Prezident hazırki geosiyasi çağırışlar fonunda Türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsinin vacibliyini qeyd edib. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan isə avqustun 8-də Azərbaycan və Ermənistan arasında Vaşinqtonda imzalamış birgə bəyannaməni müsbət addım kimi qiymətləndirib. O, həmçinin Xəzər dənizindən tranzitlə keçəcək orta dəhliz layihəsinin daha səmərəli fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb. Ərdoğan bildirib ki, Türk dövlətləri elm və texnologiya sahəsində layiqli mövqeyə daha tez çatmaq üçün birgə investisiyalar həyata keçirməlidir. Qeyd edək ki, görüş çərçivəsində təşkilatın 12-ci zirvə bəyannaməsi imzalanıb.